çoxluq, yəni istilik baxımından Yay vaxtı xüsusən. bəli, bu ərəfələrdə. Bu ərəfələrdə istilik baxımından sıxılır. Cəmaət əziyyət çəkir. Qayda budur ki, Bəli. yəni şəriətdə də qayda var ki, ümumi mənfəət fərdi mənfəətdən önə çəkilir. Bu qaydadır. Və hər kəsə vacibdir ki, bu qaydaya əməl etsin. Yəni məsələn, çox məscidlərdə olmuşsan, yay vaxtları, isti vaxtlar. Görürsən, ağsaqqal, məsələn, məsciddir, kondisionerləri yandırırlar və ola bilsin biraz çox xod verirlər. Bu da başa düşüləndir, çünki çatdırmır. Adam gəldikcə çatdırmır. Yəni çox xod verirlər ki, normal bir sərinlik olsun da, cəmaət namazı rahat qılsın, rahat Quran oxuya bilsin falan belə. Görürsən ki, məsələn, bir dənə, iki dənə, üç dənə ağsaqqal gəlir, indi ondan da soyuğa qarşı ola bilsin biraz şeyləri var. Yaşları var və deyir ki, kondisioneri söndürün. Və elə azaldın ki, elə azaltmaq söndürməyə bərabərdir. Şərən o yaşlılara vacibdir ki, məscidə gələnlər ya qalın geyinsinlər, ya da heç cür alınmırsa uzaq, yəni vəziyyət belədirsə, gəlmələri ona zərər verirsə, gəlməsin. Amma o gəlib onu deyə bilmir, deyə bilməz yəni. Niyə? Çünki ümumi mənfəət fərdi mənfəətdən önə çəkilir. Bu tək bu məsələdə deyil, bütün məsələlərdə. Tutaq ki, misal üçün deyək də, dövlət indi buradan bir dənə yol çəkilmək istəyir. Bütün qəsəbəyə adiyyatı olan dövlət proqramıdır. Nədirsə indi bu tutaq ki, yolun bir hissəsi buradan keçir. Hamıya kompensasiya verir. Biri dirənir ki, mən eləmirəm. Şərən o dövlət o torpağı səndən ala bilər və bu qəsb də sayılmayacaq əgər satmasan. Niyə? Çünki ümumi mənfəət şəxsi mənfəətdən önə çəkilir.